Hər vaxtınız xeyir əziz dinləyicilər. Bugünkü mövzumuz təvəzzökarlıq vasitəsilə birlik. Bilirsiniz, bəzən ən sadə görünən bir şey, məsələn, təvəzzökarlıq əslində ən böyük dəyişikliklərin açarı olur. Bütün bir cəmiyyəti kökündən dəyişə biləcək bir gücdən danışırıq. Elə bu gün də bu dərsdə buna baxacağıq. Təvəzzökarlıqla birliyə necə çatmaq olar? Gəlin məsələnin kökünə enək. İstər işdə olun, istər ailədə, istərsə də dostlar arasında. Bir qrupda birliyi pozan ən böyük maneə nədir sizcə? Gəlin bu sualla başlayaq. Çünki cavab bəlkə də düşündüyünüzdən daha sadədir. Yaxşı, bugünkü söhbətimizin axışı belə olacaq. Əvvəlcə təkəbbürün necə problem yaratdığına baxacağıq. Sonra bu problemin həlli olaraq birliyə aparan yolu araşdıracağıq. Ardınca Məsihin timsalında ən uca nümunəni görəcəyik. Zehnimizin necə dəyişə biləcəyini müzakirə edəcəyik və sonda təvəzzökarlığın dərin sirrinə toxunacağıq. Gəlin elə birinci bənddən başlayaq. Deməli, birinci məsələ təkəbbürün yaratdığı problem. Həvari Paul Filipdəki cəmiyyətə baxanda nə görürdü? Parçalanma və bu parçalanmanın kökündə dayanan şey isə ego, yəni təkəbbür idi. Baxın, bu problemi daha dərindən anlamaq üçün mənbədə istifadə olunan çox maraqlı bir Yunan sözü var. Eritreya. Bunu xudbin ehtiras kimi tərcümə edə bilərik. Amma bu sadəcə ambisiyalı olmaq demək deyil, qətiyyən. Bu, qrupun xeyrini düşünmək əvəzinə ancaq və ancaq özünü irəli çəkmək, fərqlənmək, başqalarını ayaqlayaraq yüksəlmək arzusudur. Yəni tamamilə egoist bir yanaşma. Və bunun nəticəsi nə olur? Baxın, Yaqubun məktubundakı bu sözlər vəziyyəti necə də aydın təsvir edir. Harada paxıllıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardı. Yəni ego hara ayaq basırsa, arxasınca xaosu da gətirir. Bu sadəcə narahat bir atmosfer deyil. Hər cür mənfi şeyin cücərməsi üçün münbit bir torpaqdır. Yaxşı, əgər problem bu qədər aydındırsa, yəni təkəbbürdürsə, bəs çıxış yolu nədədir? Paul bunun üçün bizə çox şaxəli, dərin bir həll yolu göstərir. O birliyi qurmaq üçün 5 əsas addım, ya da daha doğrusu 5 güc mənbəyi təklif edir. Birincisi, Məsihdə təsəlli tapmaq. İkincisi, sevgidən güc almaq. Üçüncüsü, ruhla birgə olmaq. Dördüncüsü, bir-birinə məhəbbət və mərhəmət göstərmək. Və nəhayət, bütün bunların nəticəsində eyni düşüncə, eyni məhəbbətdə, eyni məqsəddə birləşmək. Fikir verirsinizmi? Bunlar quru-quru belə et, elə etmə qaydaları deyil. Bunlar insanın içindən gələn, bütün düşüncə tərzini dəyişən fundamental prinsiplərdir. Əslində, bütün məsələlərin açarı elə budur. Baxın, bu cədvəldə 2 fərqli düşüncə tərzi var. Biri tamamilə özünə fokuslanıb, mən nə qazanaram, mənim maraqlarım nədir? Bu yolun sonu həmişə münaqişəyə çıxır. Digər isə başqalarına yönəlib. Onun nəyə ehtiyacı var? Qrupun marağı nədir? Başqalarını özündən üstün tutmaq. Bax, bu hər şey dəyişən, harmoniyaya və birliyə aparan o böyük zehniyyət dəyişikliyidir. Yaxşı, bütün bunlar nəzəriyyədə çox gözəl səslənir. Bəs praktikada? Paul bizə sadəcə təlimatlar verməklə kifayətlənmir. O bizə canlı, nəfəs alan bir nümunə, təvəzzökarlığın zirvəsini göstərir. Bir anlıq düşünün. Dünya böyüklük deyəndə ağlımıza nə gəlir? Məsələn, Məhəmməd Əli kimi bir çempionun ən böyük mənəm deməsi, güc, özünü tanıtma, zirvədə olmaq. İndi isə bunu Məsihin nümunəsi ilə müqayisə edin. O ən böyük ikən könüllü olaraq ən kiçik oldu. Biri özünü yüksəltməyə, güc toplamağa çalışır, digər isə özünü alçaltmağa və xidmət etməyə. Bu bir-birinə tamamilə zid, 2 fərqli böyüklük anlayışıdır. Gəlin bu inanılmaz eniş hekayəsinə addım-addım baxaq. Başlanğıc nöqtəsi hardadır? Mümkün olan ən yüksək zirvə. O əzəldən Allahın surətində idi, yəni Allahla eyni mövqedə idi. Bundan daha uca bir yer təsəvvür etmək mümkün deyil. Amma o bu mövqeyə yapışıb qalmadı. Əksinə, ağla sığmaz bir şeydi. Özünü heç etdi. Bütün o ilahi imtiyazlarından, şan şöhrətindən vaz keçərək bir qul surəti aldı. Bir anlıq düşünün, kainatın yaradanı bir xidmətçiyə çevrilir.
Bu enişin ilk və bəlkə də ən heyrətamiz addımıdır. Lakin hekayə burada bitmir. Eniş davam edir. O təkcə qul surəti almaqla kifayətlənmədi. Özünü daha da aşağı tutdu və ölümə qədər itaətkar oldu. Yəni nəticəsinin nə olacağını bilə-bilə tam bir təslimiyyət yolu seçdi. Və sonuncu ən dərin addım bu itaətkarlığın onu hara apardığı idi. Çarmıx üzərində ölümə. O dövr üçün bundan daha alçaldıcı, daha rüsvayçı bir ölüm forması yox idi. Deməli biz burada zirvələrin zirvəsindən ən dərin çuxura doğru tam bir enişdən danışırıq. Bax, bu nümunə sadəcə uzaqdan heyranlıqla baxılacaq bir hekayə deyil. O əslində bizim öz zehnimizdə baş verməli olan o köklü dəyişiklik üçün canlı bir modeldir. İndi gəlin müasir bir suala baxaq. Çox maraqlı bir sualdır. Beynimizə bir implant qoyulur, yoxsa beynimizdə bir əməliyyat aparılır? Sizcə hansı? Fikir budur ki, hər gün baxdığımız filmlər, oxuduğumuz xəbərlər, sosial media, bütün bunlar bizim beynimizi daima proqramlaşdırır. Bu sanki bizim razılığımız olmadan beynimizə yerləşdirilən bir implant kimidir. Düşüncələrimizi, dəyərlərimizi formalaşdırır. Amma bizə lazım olan şey bu deyil. Bizə lazım olan şey sadə bir proqram yenilənməsi yox, dərin daxili bir transformasiyadır. Mənbənin təsviri ilə desək, ruhun Allahın kəlamı vasitəsilə etdiyi bir ürək əməliyyatıdır. Bəs bu əməliyyat necə baş verir? Bu əməliyyatdan sonra zehnimizi necə qorumalıyıq? Baxın, bu sitat bizə bir növ resept verir. Nəhayət qardaşlar, doğru, ləyaqətli, salih, pak, cazibəli, etibarlı nə varsa bunları düşünün. Yəni zehni qidalandırmaq. Düşüncələrimizi nə ilə doldururuqsa bir müddət sonra ona çevrilirik. Məsələ bu qədər sadə və bir o qədər də dərindir. Və beləcə gəlib çatırıq son məqama. Bütün bu danışdıqlarımızın mərkəzində dayanan, ağlın tam dərk edə bilmədiyi dərin bir sirrə. Mənbə Məsihin insan olmasını möminliyin sirri adlandırır. Çünki bu həqiqətən də bir sirdir. Sonsuz olan varlığın zaman və məkanla məhdudlaşdırılması, yaradanın öz yaratdığı məxluqun surətini alması, bunu məntiqlə tam anlamaq, izah etmək mümkün deyil. Buna görə də bu bir sir olaraq qalır. Ellen White'ın bu sözləri də məhz bu dərinliyi vurğulayır. Deyir ki, sən bütün ömrünü Allahın sevgisini anlamağa sərf edə bilərsən, müqəddəs yazıları didərək araşdıra bilərsən. Amma yenə də qarşında sonsuz bir dərinlik qalacaq. Heç vaxt dibinə çata bilməyəcəyin bir ümman kimidir. Və bu da bizi son bir suala gətirir. Bəlkə də təvəzzökarlıq sadəcə başqalarıyla yaxşı yola getmək üçün bir davranış qaydası deyil. Bəlkə də təvəzzökarlıq o heç vaxt dibinə çata bilməyəcəyimiz sonsuz sevgini anlamaq üçün bizə verilən yeganə qapının açarıdır. Elə bir sevgi ki, onu anlamağa ancaq özümüzü kiçildərək başa düşə bilərik. Dinlədiyiniz üçün təşəkkür edirəm.